Bu videoda dünya ölkələrini regionlar üzrə vacib məlumatlara qeyd edəcəm. Deməli, şəkildə gördüyümüz Şimali Avropa regionudur. Şimali Avropa regionuna daxil olan ölkələr Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya və Şimali Avropa ölkələrində buzlaq relyef formaları daha geniş yer tutacaq. Niyə? Çünki 4-cü dövr buzlaşmasına məruz qaldığı üçün. Və əksər ölkələrdə mülayim dəniz iqlimidir. Yəni il boyu rütubətlidir, yağıntı il boyu düşür, çayları il boyu bol sulu olur. Vacib qeydləri deyəcəm ölkələr haqqında. Danimarka, Norveç və İsveçdə idarəetmə sistemi monarxdır. İslandiya və Finlandiyada isə respublika idarəetmə formasına malikdir. İslandiya, Norveç, İsveç, Danimarka Hind Avropa dil ailəsidir. Hind Avropanın German qrupuna aiddir. Finlandiya isə Ural dil ailəsinə mənsubdur. Uralın Fin-Ugor qrupuna. Finlandiyadan əlavə digər Avropa ölkələrindən, deməli, Macaristan və Estoniyanı da misal çəkə bilərik. Danimarkadan başqa heç birində əkinçiliyin inkişafına şərait yoxdur. Çünki buzlaq relyef formalarıdır. Əsasən burada deməli xəzəri heyvandarlığı ilə məşğuldur əhali. Norveç və İslandiyanın iki okeana çıxışı var. Atlantik və Şimal Buzlu okeanına çıxışı var. Norveç, İsveç, Finlandiyada deyəcək iki işıqlanma qurşağıdır. Yəni 66,5 dərəcə qütb dairəsi ilə kəsilir. Finlandiyada İnari gölü qütb işıqlanmadadır. Sayma gölü isə mülayim işıqlanmada yerləşir. Norveç və Finlandiya Rusiya ilə sərhəddədir. İsveç isə sərhədə düşmür. Norveç və İslandiyada Avropa İttifaqının üzvləri, Norveç və İslandiya Avropa İttifaqının üzvləri deyil, amma NATO-ya üzvdülər, NATO-nun üzvləridir. Amma Finlandiya və İsveç həm NATO-nun, həm Avropa İttifaqının üzvləridir. Norveçdə hidroenerji ehtiyatları boldur. Ərazinin deməli 95%-dən çoxunda hidroenerji ehtiyatlarıdır. Burada su elektrik stansiyaları çoxdur. 937 su elektrik stansiyası fəaliyyət göstərir. Amma çayları gəmiçiliyə yararsızdır. Çünki astana və şəlalələr var deyə gəmiçiliyə yararsızdır. Əsasən ağac axıdılmasında istifadə olunur. Finlandiyanı göllər ölkəsi adlandırırlar. İslandiyada divergentdə yerləşən ölkədir. Litasvet havalarının ayrılma sərhədində. Şimali Amerika və deməli Avrasiya havasının ayrılma sərhədindədir. Burada Hekla vulkanı deyəcək ki, qalxanvari əsası tərkibli, deməli, qalxanvari belə əsası tərkibli vulkanlara aiddir. Divergent sərhəddə olanlar, adalarda olanlar əsasən qalxanvari əsası tərkiblidir. Materikdə olanlar, konvergentə düşənlər əsasən, deməli, olacaq tuş tərkibli stratovulkanlar. Şimali Avropa regionunda yalnız İslandiya seismik cəhətdən aktivdir. Digər ərazilər isə qədim ərazilərdə platformadır. Məsələn, Skandinaviya dağları var. Norveç, İsveçin, Finlandiyanın ərazisinə düşür ki, bura qədim dağdır, Kaledon Hersen qarışıqlığında yaranır. Orta Avropa regionu əsasən düzənliklərdən ibarətdir. Burada demək Almaniya, Polşa ovalığı yerləşir. Cənub hissələrində Alp dağlarıdır. Əsas hissəsini böyük düzənliklər əhatə edir. Əsasən platforma sahələrinə uyğun gəlir. Buranın ölkələri haqqında, məsələn, Böyük Britaniya monarx quruluşuna malikdir və ilk monarx olmuş dövlətdir Böyük Britaniya. Deməli, bunun da müstəmləkələri var, keçmiş müstəmləkələri. Məsələn, Kanada, Avstraliya, Yeni Zelandiya və Car. Bu keçirmə kapitalizm olan ölkələr keçmişdə deməli Böyük Britaniyanın müstəmləkələri olub. Böyük Britaniya üç yarımkürədə yerləşir. Çünki Qrinviçlə kəsilir. Həm şərq, həm qərb, həm şimal yarımkürəsində yerləşir. Və Müqəddəs Lavrent və Falkland adaları da bu əraziyə daxildir. Fransa, Böyük Britaniyaya daxildir. Fransanın qərbi aqrar regionudur. Sonra Qərbi Avropada sahəsinə görə ən iri ölkədir. Ərazisində mərkəzi Fransa massivi və Voges dağları yerləşir. Korska, Kerguelen, Yeni Kaledoniya, Maskarin kimi adalar da bu ölkəyə daxildir. Və paytaxtı Paris Sena çayının sahilində yerləşir. Almaniyadan deməli Dunay çayı başlayır. Dunay çayı bilirsiniz, onun ölkənin ərazisindən keçir, Qara dənizə tökülür və delta yaradır. Hamburq limanı var Şimal dənizində Almaniyanın. Berlin şəhəri Göybanana daxil deyil. Çox vaxt bunu qarışdırılır. Berlin şəhəri Göybanana daxil deyil. Oder çayı Almaniya və Polşanın sərhədindən axır. İsveçrədə Matterhorn zirvəsi yerləşir. Alp dağlarının Qrinviç kəsmir deyəcək. Bax, bu Matterhorn zirvəsi ən böyük turistik, yəni turistlərin ziyarət elədiyi ərazilərdəndir. Ən çox turistdən gələn gəlir bu ölkədə belə deyək də mühüm rol oynayır. Əhalisi də əsasən bu sahədə çalışır. Və Alp dağlarını deyəcək Qrinviç kəsmir. Sonra İsveçrədə Boderen və Cenevra gölləri yerləşir. Bu da yenə turistlərin ən çox gəldiyi ərazilərdəndir. Sonra Avstriya haqqında deyə bilərik ki, Qərbi Avropa, yəni Mərkəzi Avropa, Orta Avropa həm də Qərbi Avropa gedir. Qərbi Avropa regionunun ən şərq ölkələrindən biridir. Paytaxtı Viyana, Dunay çayının sahilində yerləşir. İspaniya və Fransa arasında deməli dağlıq ölkə, Alp dağları əsasən bu ərazini əhatə edir. Liechtenstein iki qat materik daxili dövlət adlanır. Çünki həm özünün, həm də ölkə qonşularının dünya okeanına çıxışı yoxdur.
Sonra Lüksemburqu deyə bilərik ki, dünyada adam başına ümumdaxili məhsula görə birinci yerdədir. Belçikanın deməli şimal dənizində Antwerpen limanı var, dəniz limanı var. Niderland kənd təsərrüfatı məhsullarına görə seçilir. Dünyada bir də Niderlandda polderlər var. Polderlərdə nə idi? Dənizi qurudaraq deməli quru sahəsinə çevirirlər. Bu da Niderlandda ən çox birinci baş verib ki, polderlər adlanır və bundan əlavə Niderlanddan əlavə bir çox ölkələrdə polderlərə rast gəlinir. Məsələn, Danimarka, Almaniya misal göstərə bilərik. Niderland şimal dənizindən zəngin təbii qaz çıxarır, təbii qaz yataqları var. İrlandiya haqqında İrlandiya Hind-Avropa ailəsinin çet qrupuna daxildir. İnkişaf etmiş ölkələrin orta inkişaf səviyyəsinə malik olan ölkədir və İrlandiya ilə də yanaşı Cənubi Avropa ölkələrindən İspaniya, Portuqaliya, Yunanistanı da bura aid edə bilərik ki, inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrin orta inkişaf qrupuna daxildirlər. Burada paytaxtlara da diqqət edin. Məsələn, Niderlandın paytaxtı Amsterdam, Belçika, Brüssel, Lüksemburqun paytaxtı Lüksemburq, Liechtenstein'in paytaxtı Vaduz, Avstriyanın paytaxtı Viyana, İsveçrənin paytaxtı Berin, Almaniya Berlin, Böyük Britaniya London, İrlandiya Dublin, Fransanın paytaxtı Paris şəhəridir. Cənubi Avropa regionu əsasən dağlıq ərazidir. Cənubi Avropa şimal hissələrini Alp dağlarıyla əhatə olunmuşdur və Alp Himalay qırışıqlığına daxildir. Burada deməli Portuqaliya, İspaniya, Yunanistan dedik ki, inkişaf etmiş ölkədir, orta inkişaf səviyyəsinə malikdir. Deməli burada fəaliyyətdə olan vulkanlar var. İtalyan ərazisinə Etna, Vezuvi, Alp Himalay qırışıqlığına daxildir. Yəni bura konvergent sərhəddə iki litosfer havaların, materik tipli litosfer havaların toqquşmasında yaranıb. Və əsasən Araq dənizi sahillərini əhatə edir. İqlimi Araq dənizinin subtropik. Subtropikin Araq dənizi iqlim tipidir. Yağıntılar ilin soyuq dövründə düşür. Çayları da əsasən qış aylarında bol sulu olur. Deməli, suvarma əkinçiliyi nə vaxt olacaq? Yay aylarında, yəni iyun-iyul, avqust aylarında. Burada məsələn Portuqaliya deyə bilərik ki, Portuqaliyada Avrasiyanın ucqar nöqtəsi Roka burada yerləşir. Portuqaliya Araq dənizini görməsə də Araq dənizi iqlim tipində yerləşir. Yəni Araq dənizə çıxışı olmasa da Araq dənizi iqlim tipindədir. Toxuculuq inkişaf eləyib. Lissabon şəhəri Taxıl çayının sahilində yerləşir. İspaniyanın mərkəzi aqrardır. Şimalında deməli Əndəlüs dağları, Cavan dağları uzanır. Sonra Avropanın ucqar cənub nöqtəsi Marokko buradadır. Yunanistan Qərbi Avropaya aid olmaqla həm də onun ən şərq hissəsində yerləşir. Deyə bilərik, cənubunda məsələn Peloponneso yarımadası yerləşir. Uzun müddətdir ki, ölkədə iqtisadi böhran hökm sürür Yunanistanda. Malta var burada, deməli ada dövlət Malta. Malta Cənubi Avropanın deyəcək ən kasıb ölkələrindən biridir. Paytaxtı da Valetta şəhəridir. Cənubi Avropa ölkələrində əsasən inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında heyvandarlıq, inkişaf etməkdə olan ölkələrdə isə əkinçilik üstün olduğu halda bəzi istisnalar var hər zaman. İstisnalarda qanuna uyğunluğu pozmur. Cənubi Avropada da əsasən əkinçilik üstünlüyü təşkil edir. Cənubi Avropa ölkələri bir də Yaponiya inkişaf etmiş ölkə olsa da burada əkinçiliyi kənd təsərrüfatında üstünlüyü təşkil edir. Sitrus meyvəçiliyidir. Deməli burada üzümdür, zeytundur, portağaldır, naringidir və s. üstünlüyü təşkil edəcək. Şərqi Avropa regionu kontinentallığı ilə seçilir. Çünki deməli materikin mərkəzinə doğru irəlilədikcə kontinentallıq artır. Səbəbi yağıntıların az düşməsidir. Şərqi Avropada eyni adlı düzənlik var. Şərqi Avropa düzənliyi var. Burada əhali, buranın ölkələri inkişaf etmiş ölkələr deyil, amma əhalinin təbii artımının birinci tipinə aiddir. Burada əhalinin azalma prosesi gedir, mənfi artımdır, yəni artım yoxdur. Buna biz depopulyasiya deyirik. Burada olan ölkələrdə məsələn Estoniya haqqında deyək, paytaxtı Tallin şəhəridir. Zəngin yanar şis yataqları var. Ural dil ailəsinə mənsubdur. Finlandiya, Estoniya, Macaristan dedik ki, Ural dil ailəsinin Finogor qrupuna aiddir. Estoniya, Latviya və Litva Qərb sivilizasiyasına aiddir. Keçmiş SSR-in tərkibində olublar, amma MDB yaranarkən MDB-yə daxil olmayan ölkələrdir, Müstəqil Dövlətlər Birliyinə. Sonra Polşanın paytaxtından deyəcək Visva şəhəri keçir. Belarusdan Dnepr çayı keçir. Slovakiyanın paytaxtı deməli Dunay çayının sahilindədir, Bratislava şəhəri. Dunay çayının sahilində yerləşir. Macaristan da paytaxtı Budapeştdir. Sloveniyanın paytaxtı Ljubljana. Polşa Varşava, Belarusda Minsk, Litvada Vilnius, Latviyada Riga şəhəridir. Moskvanın da deməli Rusiyanın paytaxtı Moskvada Avropa hissəsinə düşür, Avrasiyanın. Bu ölkələrin hamısında təbii artımın birinci tipidir, azalma prosesi gedir, depopulyasiyadır. Ukraynada böyük kapotaj deyə bilərik. Böyük kapotaj nə idi? Ölkənin əgər içi okeana, içi dənizə çıxışı varsa, bu böyük kapotajdır. Ukraynanın da içi dənizə çıxışı olduğuna görə böyük kapotaj deyəcəyik. Daha sonra Bolqarıstanın Türkiyə ilə sərhədi var. Bəzən düşünürlər Bolqarıstanın Türkiyə ilə sərhədi yoxdur, amma Türkiyənin sərhədə malikdir. Rumıniyanın ərazisində Karpat dağları yerləşir. Qara dənizə çıxışı var. Avropa İttifaqı və NATO-ya üzv olan bir ölkədir. Serbiyanın dənizə çıxışı yoxdur. Dunay çayı Serbiyanın ərazisindən keçir.
Bosniya və Herseqovina az da olsa Adriatik dənizinə çıxışı var, cüzi də olsa çıxışı var. Çernogoriyada Dinar dağları yerləşir və Avropanın ən çox yağıntısı da Çernogoriyanın ərazisinə düşür. Cənub-qərbi, Cənub-şərqi və Şərqi Avropa regiona daxil olan ölkələrdir. Bunlar da yəni öncəki şəkildə məlumat verdim. Deməli, Kiyevdir, Ukraynanın paytaxtı, Buxarest Rumıniyanın paytaxtı, Serbiyanın paytaxtı Belqrad, Bolqarıstanın paytaxtı Sofya, daha sonra nə qaldı? Xorvatiyanın paytaxtı Zaqreb, Bosniyanın paytaxtı Sarayevo və s. Albaniyanın paytaxtı Tirana şəhəridir. Diqqətlə xəritəyə baxırıq. Bu da oldu deməli şərqi, cənub-şərqi Avropa regionu. Gəldik Cənub-Qərbi və Cənubi Asiya regionuna. Bu region Asiyanın ən quraq ərazisidir. Səhra və yarımsəhralar da əsasən burada. Ən böyük yarımada olan Ərəbistan yarımadası da burada yerləşir. Türkiyə, İran, İraq, deməli ərəb ölkələri bu regiona daxildir. İsrail, inkişaf etmiş ölkə olan İsrail. Bir dənə burada inkişaf etmiş Asiyada, Cənub-Qərbi Asiyada İsraildir. Qalanları inkişaf etməkdə olan ölkələrdir. Türkiyə haqqında deyə bilərik ki, Türkiyə NATO ölkəsidir. NATO-ya üzvdür, amma Avropa İttifaqına üzv deyil. C20-yə üzvdür. Həmçinin Ərəbistan da C20-yə üzvdür. Səudi Ərəbistan. Sonra burada Suriya var. Suriya Respublika idarə etmə formasına malikdir. Aral dənizinə çıxışı var və ərazisində eyni adlı səhra var. Sonra İranın cənubundan məsələn tropik iqlim keçir. Cənub hissəsi tropik iqlimdə yerləşir, amma tropik xətt kəsmir İranı. Ən uca zirvəsi də Dəmavəndli 5610 metrdir. İraqın ərazisində Bəsrə limanı var. Şət-əl Ərəb çayı mənsəbi İraqdadır. Şət-əl Ərəb Dəclə və Fərat çayının birləşərək Mesopotamiya ovalığında birləşərək yaratdığı çaydır. İsrail həm Hind okeanına, həm də Atlantik okeanına çıxışı var. İsrail inkişaf etmiş ölkədir. Əhalinin təbii artımın birinci tipidir və inkişaf etmiş ölkələrdən köçürmə kapitalizm ölkədir, amma yeganə ölkədir ki, Böyük Britaniyanın müstəmləkəsi deyil. Küveytdə Mina Əl-Əhməd limanı var. Səudi Ərəbistanda Ras Tanura limanı var. Səudi Ərəbistan tropik xətti ilə kəsilir. 23,5 ilə kəsildiyinə görə iki işıqlamada yerləşir. Deməli, Səudi Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi, Oman kəsilir, amma Yəmən tropik xətti ilə kəsilmir. Yəmən kasıb ölkədir, əhalisi birinci sektorda çalışır. Səudi Ərəbistanda C20-nin üzvüdür. Səudi Ərəbistanda inkişaf etməkdə olan ölkə olsa da əhalini artırmır, əksinə çoxaldır. Azaltmır, əksinə çoxaldır. Əhalinin ikinci tipidir, amma əhalisini azaltmır, çoxaldır. Çünki zəngin ölkədir, neft qaz ehtiyatı ilə boldur və bu ölkəyə çoxlu kapital axını var. Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabi şəhəridir. Ən iri şəhər isə Dubaydır. Bəzən çatışırlar. Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay deyil, Əbu-Dabidir, amma Dubay ən iri şəhəridir. Sonra Birləşmiş Ərəb Əmirliyində Cəbəl Əli Ayzi var. Ayz Azərbaycanda da var, Ərətin ərazisində. Yəni müəyyən bir ərazinin inkişafı üçün qoyulan investisiyadır. Xarici bir investor gəlir, investisiya yatırım edir, həmin ərazinin, həmin regionun inkişafına səbəb olur. Qətər haqqında deyə bilərik ki, neft qaz hasilatına görə seçilir. Monarx ölkədir, mütləq monarxdır. Əvvəl OPEC-in üzvü idi, OPEC-dən çıxıb. Sonra Bəhreyn neft qaz ehtiyatına görə seçilir, adı ölkəsidir. Həmçinin Bəhreyindir, Birləşmiş Ərəb Əmirliyidir, Qətərdir, Omandır. Bunlar mütləq monarx ölkələr. Gürcüstan Qaradənizin sahilində yerləşir. Azərbaycanın şimal-qərb hissəsinin sərhədində yerləşən, qonşuluğunda yerləşən ölkədir. Bakı subsaboru kəməri Poti limanına qədər uzanır və yumşaq buğdanın vətənidir. Bərk buğdanın vətəni Efiopiyadır, Afrikada. Ərəb ölkələrinin içərisində yeganə federativ ölkə Birləşmiş Ərəb Əmirliyidir. Səudi Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi və Oman iki işıqlama qurşağında yerləşir. Səudi Ərəbistan, İraq, İran, Küveyt və Birləşmiş Ərəb Əmirliyi OPEC-in üzvləridir. OPEC ən böyük regional sahibi neft təşkilatıdır dünyada. Sonra burada deyə bilərik ki, burada yeganə İsrail oldu, inkişaf etmiş ölkə. Ölü dənizdə İsrail və İordaniyanın arasındadır. İordaniyada monarx qoluşuna malikdir. Cənubi Asiya ölkələrindən Pakistanda deyə bilərik ki, Cənubi Asiya ölkələri əsasən musson iqlimindədir. Çayları musson rejimlidir, yayda bol sulu olur. Məsələn, buranın çayları əsasən Tibet yaylasından başlayır. Hind, Qanq, Brahmaputra çayları tökülür. Deməli, Hind çayı tökülür Ərəbistan dənizinə, Qanq və Brahmaputra tökülür Bengal körfəzinə. Başlanğıcını Tibet yaylasından götürürlər. Musson iqlimli çaylardır və mənsəbləri okean səviyyəsindədir. Erosiya bahisi okean səviyyəsindədir. Yayda bol sulu olurlar. Bu ərazidə su əkinçiliyi olacaq qış aylarında. Həm də subekvatorial iqlimdir. Subekvatorial yağıntıları yay aylarında düşür. Regiona Hindistan, Pakistan, Nepal, Bhutan, Bangladeş daxildir ki, Pakistanda deyəcəyik, deməli atom elektrik stansiyası var. Dünyada pambıq istehsalına görə fərqlənir. Hindistanla Pakistan arasında azad Kəşmir problemi var su üstündə, suya görə.
Hindistan inkişaf etməkdə olan ölkə olsa da polisentrik quruluşdur. Çünki inkişaf etmiş ölkələr polisentrikdir, yəni çox sahəli təsərrüfatdır. Amma inkişaf etməkdə olan ölkələr monosentrikdir. Hindistan inkişaf etməkdə olan ölkə olsa da orada polisentrikdir. Paytaxtı Yeni Dehli mülayim işıqlamada yerləşir. Ərazisində qat dağlar var. Onlar da Kaledon Hersin qırışıqlığında yaranmış dağlardır. Şri-Lanka adası cənubundadır. Ekvatorial iqlim həm subekvatorial, həm ekvatorial iqlimdə yerləşir. Şri-Lanka ilə arasında Tamil ilan problemi var. Hindistandan deməli Hindistan və Şri-Lanka Polk boğazı vasitəsilə bir-birindən ayrılır. Sonra burada Maldiv adalarını ekvator kəsir və mühüm turizm ərazisidir. Nepal deməli əvvəl monarx idi, indi respublikadır. Nepalın ərazisində Himalay dağları yerləşir ki, dünyanın ən hündür zirvəsi buradadır və Himalay dağlarında şerplər yaşayır. Şerplər kimlərdir? Şerplər orada olan yerli xalqlardır. Deməli Everest zirvəsinə çıxan əhaliyə köməklik göstərirlər, yardımlar göstərirlər şerplər. Everestdəki deməli Nepalla Çinin sərhədində yerləşir. Bangladeş haqqında deyə bilərik ki, tropik xətt kəsir, Qanq və Brahmaputra çaylarının mənsəbi buradadır. Buradan keçib Bengal körfəzinə tökülür. Bir də burada da qeyd olunub, deməli Pəncablılar və Biharlılar Hindari dil qrupuna aiddir. Cənub-Şərqi Asiya ölkələri əsasən deməli rütubətli ərazilərdən ibarətdir. Ekvatorial, subekvatorial, qismən şimal hissələri tropik iqlimdə yerləşir və subtropik, tropik iqlimdə yerləşir və bura haqqında deyə bilərik ki, rütubətli ərazidir əsasən. Musson rejimli çaylar var. Məsələn, Mekong çayı musson rejimlidir. Təşkilat olaraq ASEAN təşkilatına üzvdülər. İnteqrasiyanın ümumi bazar mərhələsindədirlər. Materikə çıxışı olmayan Laos ölkəsi var burada. Yəni bura daxildir Myanmar, Tayland, Laos, Kamboca, Vyetnam, Filippin, Malayziya, İndoneziya kimi ölkələr. İndoneziya deməli ekvatorla kəsişən yeganə ölkədir ki, ekvatorial iqlimdə yerləşir, ekvatorial enlikdə və əhalisi çoxdur. Çünki ekvatorial ərazi bataqlıq ərazidə əhalinin yaşaması üçün əlverişsiz ərazidir. Amma İndoneziyada əhali 100 milyondan çox əhalisi var. İndoneziya G20 ölkəsidir, 3 yarımkürədə yerləşir. Sonra Cənub-Şərqi Asiya ölkələri əsasən dünyada qalay Wolframa görə seçilir. Vyetnam sosialist ölkədir. Mekong çayının sahilindədir. Tayland haqqında deyə bilərik ki, iki okeana çıxışı var. Paytaxtı Bangkok şəhəridir. Myanmarın tropik xətt kəsdiyinə görə iki işıqlamada yerləşir. Paytaxtı deməli Naypyidaw şəhəridir. Naypyidaw şəhəridir. Sonra Malayziya haqqında deyə bilərik ki, həm adada, həm yarımadada yerləşir Malayziya. Filippin deməli iki adadan ibarət. Şimal adası Luzon, cənub adası Mindanao və Filippin iç iqlim qurşağındadır. Şimalı subekvatorial, cənubu ekvatorial. Burada deməli Kalimantan, Sulawesi, bir də Sumatra. Bunların üçü sırf ekvatorial iqlimdədir. Qalan adalar isə həm ekvatorial, həm subekvatorial iqlimə düşür. Filippin konvergentdə yaranır. Mərkəzi və Şərqi Asiya regionu. Şərqi Asiyaya daxildir Yaponiyadır, Cənubi Koreyadır, Şimali Koreya ölkələri daxildir. Deməli Çin daxildir. Cənubi Koreya deyə bilərik ki, Cənubi Koreya ilə Yaponiya burada inkişaf etmiş ölkədir. Çinlə Şimali Koreya isə sosialist ölkələr qrupuna daxildir. Çini tropik xətti kəsir, ona görə iki işıqlamada yerləşir. Yaponiyaya biz deməli günəşli ölkə deyirik. Çünki yəni günəşi ilk görən ölkələrdən Yaponiya, günəş şərqdən çıxıb qərbə batdığına görə ən inkişaf etmiş ölkəsidir. Deməli Şərqi Avropa regionunun, Şərqi Asiya regionunun, bundan sonra Cənubi Koreyanı da misal göstərmək olar, amma Yaponiya lider ölkələrdəndir. Yaponiyada deyə bilərik ki, adaları şimaldan cənuba doğru Hokkaido, Honshu, Shikoku, Kyushu bu şəkildə düzülmüşdür. Faydalı qazıntısı demək olar yox səviyyəsindədir Yaponiyanın. Əsasən gətirilmə xammalı əsaslanır və Yaponiya deməli inkişaf etmiş ölkə olsa da burada əkinçilik üstünlük təşkil edir. Cənubi Koreyanın deməli Pusan və Ulusan limanları var. Çində Tianjin, Sindanao, Şanxay, deməli Ningbo limanları Çində yerləşir. Sonra Yaponiyada olan limanlarda deyək, Osaka'dır, Kobe'dir, Tiba'dır, Tokyo'dur, Kure, sonra Kutakyushu'dur, Nagoya, Yokohama kimi limanları var Yaponiyanın. Daha sonra nə deyə bilərik? Deməli Çindən Yansız və Xuanxe çayı axır. Hər ikisi musson rejimlidir. Deməli, Xuanxe çayı Sarı dənizə tökülür. Mənsəbi subtropikin musson iqlimin musson tipindədir. Yansız da tökülür Şərqi Çin dənizinə. Mənsəbi mülayim subtropikin mussonundadır. Deməli, Xuanxe oldu mülayimin mussonunda, yansız oldu subtropikin mussonunda. Amur çayı da musson rejimlidir. O da mülayimin mussonundadır mənsəbi. Amur çayı sərhəd çayıdır. Rusiyanın Çinin sərhədindən axır.
Mekong çayı isə Cənub-Şərqi Asiyadan axır, o da musson rejimli çaydır. Hamısı Sakit Okean hövzəsinə axır. Mərkəzi Asiyada Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan, Tacikistan. Qazaxıstan deyəcəyik ki, deməli, regionun ən böyük ölkəsidir. Həm çayları Dünya okeanına, həm də daxili xasis hövzəyə, yəni Xəzərə aiddir. Sonra Balxaş gölü burada yerləşir. Ən hündür deməli zirvəsi, hissəsi Xantengridir. Sonra dəmir filizi ehtiyatları, daş kömür ehtiyatları var. Məsələn, Qarakanda Ekipastos daş kömür yataqları, Kustanay dəmir filizi yataqları var. Sonra Türk ölkəsidir Qazaxıstan. Aral gölü Qazaxıstanın, Özbəkistanın sərhədində yerləşir və Aral gölü Dünya okeanından hündürdədir. Sonra Monqolistan haqqında. Monqolistan əvvəllər sosialist bloka aid idi. Ərazisində deməli Rusiyanın sərhəddə olan Upsınor gölü yerləşir. Sonra öz ərazisində, yəni sərhədə düşməyən Xubsugol gölü var. Qobi səhrasının bir hissəsi Çinə düşür, bir hissəsi Monqolistana düşür. Sonra Türkmenistanda deyə bilərik Qaraqum kanalı var. Qara qızıl, yəni neft yatağı var. Qaraqum kanalı var və Qaraqum səhrası var. Xəzərin sahillərində Qlabür duzu çıxarılır və deməli Altayın türk dil qrupunun Oğuz yarım qrupuna daxildir. Sonra Qırğızistanda deyə bilərik ki, deməli Sırdərya çayı başlayır Qırğızistandan, tökülür Aral gölünə. Çayın qolu üzərində qolu narindir, narin çayıdır Sırdəryanın. Onun da üzərində Toktanol su anbarı yerləşir. Qırğızistan dağlıq ərazidə Tian-Şan dağları əsasən burada yerləşir. Tacikistanda uçqun mənşəli Sarez gölü var və İran dil qrupuna aiddir Tacikistan. Əfqanistan da İran dil qrupuna aiddir, kasıb ölkədir. Pakistanla Hindistan arasında deməli Azad Kəşmir, onu demişdik, problemi var. Amma Hindistanla Pakistan Mərkəzi Asiyaya aid deyil. Bəzən Pakistanı Mərkəzi Asiyaya götürürlər, amma bu yanlışdır. Cənubi Asiya regionuna aid Pakistanda Hindistan kimi. İranda da deyə bilərik ki, İranda da əlavə məlumat kimi deyim, bayaq limanlardan dedim, onu demədim. İranda da Xark limanı var. Çünki qəbula düşmüş sualdır. İranda da Xark limanı var, bunu da qeyd eləyərsiniz. Azərbaycan Cənub-Qərbi Asiya regionuna daxildir. Azərbaycan Mərkəzi Asiya regionu deyil. Bir də Mərkəzi Asiya regionunda qaracıl qoyunçuluğunu deyə bilərik. Kənd təsərrüfatında əsasən burada heyvandarlıqdır. Çünki çoxsu səhra və yarım səhradır, dağlıq ölkə olduğuna görə. Özbəkistan haqqında da Özbəkistanda Qızılqum səhrası var, Qızılqum kanalı var, Muruntau qızıl yatağı var. Bu da Avropa və Asiya ölkələri haqqında məlumat. Növbəti videoda digər dünya ölkələri haqqında məlumat verəcəm.